izləyicilər, A-Marketdən hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksinə nəzər salaq. Bildiyimiz kimi dollar indeksi 18 sentyabr tarixində həmin günün birinci müqavimət səviyyəsini qırmaqla və onun üzərində bağlanmaqla qiymət yüksəliş trendinə başlamışdı. Lakin keçən cümə günü Amerikada şəxsi istehlak xərcləmələri indeksinin 2,9%, yəni proqnoz edilənlə eyni açıqlanması bir mənada dollar indeksində aşağı yönlü təzyiq etmiş oldu. Çünki federal ehtiyatların yaxından izlədiyi şəxsi istehlak xərcləmələri indeksinin artmaması bir mənada inflyasiyanın artacağı ehtimalını da azaltmış oldu və bu da federal ehtiyatların tədricən faiz dərəcəsini aşağı salacağı gözləntilərini yenidən bazarda artırmış oldu ki, bu da dolları aşağı yönlü təzyiq etmiş oldu və diqqət etsəniz bu gün ərzində dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 97,630 səviyyəsini qırıb və dollar indeksi bu səviyyənin altında bağlanarsa, biz dollar indeksində aşağı yönlü satışların davam edəcəyini proqnoz edə bilərik. Lakin bu həftə investorların gözləyəcəyi ən vacib xəbərlərdən birisi Amerikadan əmək bazarı ilə bağlı açıqlanacaq xəbərlərdir. Hansı ki, ümumi işsizlik səviyyəsinin 4,3% olacağı və non-farm payrolls, yəni qeyri-kənd təsərrüfatı sahəsində məşğulluğun isə yəni yeni açılan iş yerlərinin sayının 51.000 olacağı proqnoz edilir. Əgər nəticələr gözləniləndən daha yaxşı olarsa, bu bir mənada federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalını azalda bilər və dollar indeksində yuxarı yönlü alışları gücləndirə bilər. Yox, əksinə əmək bazarında göstəricilər negativ olarsa, bu bir mənada Fedin faiz dərəcəsini daha da azaldacağını və dollarda aşağı yönlü satışları artıra bilər. Hörmətli izləyicilər, bir digər maliyyə aləti avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyü də dollar indeksinin ucuzlaşmasından dolayı yenidən yüksəlişə başlamış oldu və bu gün ərzində diqqət etsəniz texniki analiz nöqteyi nəzərindən bu günün birinci müqavimət səviyyəsi olan 1,17190 səviyyəsini qırıb və qiymət onun üzərində, həmin səviyyənin üzərində bağlanarsa, biz avro-dollar valyuta cütlüyündə yuxarı yönlü alışların davam edəcəyini proqnoz edə bilərik. Lakin qeyd etdiyimiz kimi, bu həftə ərzində investorların gözlədiyi ən vacib xəbər Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı gözləntilərdir ki, bu da avro-dollar valyuta cütlüyündə əsas trend istiqamət edici faktor olacaqdır. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü də 18 sentyabrda başlayan eniş trendi və diqqət etirsəniz, həmin tarixdə GBP-USD valyuta cütlüyü həmin günün birinci dəstək səviyyəsinin altına bağlanmışdı və həmin tarixdən etibarən 1, 2, 3, 4, 5 gün ard-arda eniş trendi ilə davam etmiş oldu. Çünki GBP-USD valyuta cütlüyü həmin tarixdən etibarən günlər üzrə birinci müqavimət səviyyələrinin altında ticarət edilmişdi. Bu gün isə diqqət etsəniz GBP-USD valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,34 333 səviyyəsini qırdı və qiymət onun üzərində bağlanarsa, biz GBP-də yüksəlişin davam edəcəyini qeyd edə bilərik. Lakin sabah İngiltərədən açıqlanacaq ümumi daxili məhsulla bağlı məlumat da mühüm əhəmiyyət kəsb edir. Belə ki, İngiltərə iqtisadiyyatının son rüb üzrə 0,3%, illik əsaslı isə 1,2% artacağı proqnoz edilir. Əgər bu nəticələr gözləniləndən daha aşağı olarsa, bu GBP-USD valyuta cütlüyünə aşağı yönlü satış təzyiqlərini artıra bilər. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz qızıldır. Qızılda da diqqət etirsəniz, 25 və 26 sentyabrda olan bir mənada range ticarəti qırılmış oldu və qızılda yenidən sürətli alışlar başlamış oldu və bu gün ərzində də qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 3784 dollar səviyyəsini qırıb və hətta ikinci müqavimət səviyyəsini belə qırıb. Əgər qiymət bu günün birinci müqavimət səviyyəsi olan 3784 dollar səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumiyyətlə, hörmətli izləyicilər, nə qədər ki dollar indeksində ucuzlaşma varsa və ümumiyyətlə inflyasiya gözləntiləri artırsa qlobal bazarlarda, bu qızılın yüksəlişinin, belə deyək, əsas təsir edici faktorları olacaqdır. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. S&P 500 indekslərə diqqət etirsəniz, 24 sentyabr tarixində həmin günün birinci dəstək səviyyəsini qırmış oldu və qiymət onun altına bağlanması ilə bir mənada S&P 500 indeksində müəyyən mənada aşağı yönlü korreksiya başlamış oldu. Lakin
keçən cümə günü, yəni 26 sentyabrda Amerikada açıklanan məlumatların bir mənada müsbət olması S&P 500 indeksinə yuxarı yönlü dəstək vermiş oldu. Hansı ki, bu da federal ehtiyatların növbəti görüşlərdə yenidən faizləri aşağı salacağı ilə bağlı gözləntilərdən dolayı S&P 500 indeksi yuxarı yönlü hərəkətə başlamış oldu və bu günün birinci müqavimət səviyyəsi olan 6715 səviyyəsi qırılıb və qiymət həmin səviyyənin üzərində bağlanarsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.